Abşeron ilə yenidən başla layihəsində məqsədimiz hər həftə bir qalib seçmək idi. Kimisi uzun müddətdə otağını təmir edə bilmir, kimisi də övladı üçün rahat və funksional otaq yaratmaq arzusunda idi. Məqsədimiz yalnız otaqları dəyişmək deyil, insanların arzu və xəyallarını gerçəyə çevirməkdir. 3 fərqli ev, 3 yeni başlanğıc. Kosmetik təmirini həyata keçirdiyimiz otağın dizaynının arxasında layihəmizin memarı Süleyman bəy olacaq. İndi isə mənzilimizin sahibi ilə tanış olaq. Sizi təbrik edirik. Siz bizim layihənin qaliblərindən birisiniz. Giveaway qoşularkən nə düşünürdünüz? Ümid etmirdim, amma şansımı sınamaq istədim. Sara xanım profilində gördüm. Onun təmirini addım-addım izləyirdim. Sponsor olandan sonra daha maraqlı oldu gedişat. Eyni zamanda bizdə təmir getdiyi üçün mənə daha maraqlı idi. Bəs siz qalib olduğunuzu eşidəndə nə hisslər keçirdiniz? Mənim üçün çox həyəcanlı və çox maraqlı keçdi. Həmin müddət, belə deyək. Timurun otağını ən sonda təmir eləmək planımızda idi, nəzərimizdə və elə tutmuşduq. Amma ən birinci onun otağı təmir olacaq. Çox sevinirəm. Balamın şansı gətirdi deyək. Nərgiz xanım, siz bu otağın kosmetik təmirində nələr istəyirsiniz? Biz öncədən düşünürdük, bəzi planlar qurmuşduq otağın təmiri ilə bağlı. Bu hissədə biz şkaf yıxılmasını nəzərdə tutmuşduq. Orta hissəyə yazı masası, bura uşaq üçün çarpayı, bu hissədə də kiçik bir divan nəzərdə tutmuşduq və bura mən xəritə vurmağı planlayırdım. Arxasında da işıq ona görə salmışdıq ki, işıqlı xəritə olar. İndi isə Süleyman bəy, bəs siz bura baxanda nə düşünürsünüz? Qardırob yeri okey, bura əladır, amma uşağın yaşını nəzərə alaraq mən məsləhət görərdim ki, sizə indiki mərhələdə yaz masası qoymaq yoxdur, ona maksimal oyun ərazisi vermək ki, uşaq çünki kiçik yaşdadır, yəni yazı yaşda deyil, yəni səsi də gəlir, buradan mikrofona düşür ya. Yəni o oyunlar oynaması üçün, yəni otaqda vaxt keçirilməsi üçün ona bir oyun zonası mən məsləhət görərdim. Qəşəng bir xalça məsələni nəzərdə tuta bilərik ki, onun üzərində oynasın, oyuncaqlar falan qoya bilərsiniz yerə. Kravat olaraq da indiki mərhələdə yəni ki, 5-yə çox güman ki, qoyacaqsınız və dünya xəritəsini də məncə hədəliyib, pauza eləyib, onun əvəzinə həmin kabeldən biz gecə lampası kimi istifadə edə bilərik. Çünki uşağın elə bir yaşıdır ki, bu otaqdakı o güclü işıqda yata bilməyəcək. Yəni və qaranlıqda da bəlkə də xoşuna gəlməz onun yatmaq. Həmin kabeli gecə lampası kimi düşünə bilərik və həmin gecə lampasını uyğunlaşdıra bilərik bu otağın yəqin ki, abunə nəzərdə tutmusunuz, sizdə divar kağızı nəzərdə tutmusunuz vurmaq. Bu divarda elə bir divar kağızı ala bilərik ki, onu gecə lampası ilə uyğunlaşdırıb maraqlı bir kompozisiya edə bilərik sizin üçün. Yəni dediklərimə əgər uyğundursa sizə də tətbiq eləməyə biz yəni hazırıq. Süleyman bəyin dediyi bu planla razısınızmı və ya hansı əlavələri, dəyişiklikləri etmək istəyirsiniz? Süleyman bəy təbii ki, mütəxəssis olaraq yanaşdı. Biz öncədən evin dizaynı ilə bağlı öz ideyalarımız, öz fikirlərimiz olduğu üçün bizim üçün biraz dəyişiklik olacaq təbii.